Tamam. Mən Arzu Yaşarcığım. Bugün sizinlə Etibar Lətiflinin məntiq kitabından məntiq riyazi məsələlər. Test 1-in izahına birlikdə baxaq. İlk kitabı açın. Bundan kitabımız burada 6-cı sinif ortada digər siniflərə, liseylərə qəbul üçün imtahan verən şagirdlərimiz də yararlana bilərlər. Kitabımız indi test 1 ilə başlayaq. Deməli, test 1 birincisi. Deməli, gəlin aşağıda çıxma əməlində 3 rəqəmli ədədlərin bəzi rəqəmləri silinmişdir. Buna görə silinən rəqəmlərin cəmi neçədir? Gəlin bunları sütunvari şəkildə yazaq, sizin üçün rahat olsun. Çıx 87 alınıb 4, 9. Biz bilirik ki, düşünün ki, burada hansı rəqəm olsa, hansı rəqəmdən 7 çıxsaq 9 alınır. Bunun üçün 9-un üzərinə 7 gəlirik 16. Deməli, 6-dan 7 çıxmaq olmur, gedir 4-dən 1 onluq alır, 16 çıx 7, 9. 4, 1 onluq verib 3, 3-dən 8 çıxmaq olmur, qonşudan 1 onluq alacaq, 13-dən 8 çıxdıq 5. Deməli, burada neçə imiş? 5 imiş ki, birini verib qalıb 4. Soruşur ki, silinən rəqəmlərin cəmi, yəni 5, 6 və 5-in cəmi 5, 6, 5 bizə verir cavab D variantı 16. İkinci testə baxırıq. Deyir, aşağıdakı şəkillər müəyyən qanunlarla düzülmüşdür. Verilən ardıcıllığın əvvəldən 186-cı şəkli aşağıdakılardan hansı olar? Diqqətlə baxın uşaqlar. Deməli, burada bir fiqurların rənginə baxırıq. İki fiqurların içərisindəki durğu işarələrinə baxırıq. Bir də bax, fiqurların bu kənarlarına baxın. Görürsünüz, kənardakı bu xətt də hər birində sırayla fırlanır. Deməli, birinci rənglə başlayaq. Necə tapırıq? Rənglər neçədən bir təkrarlanır? 1, 2, 3, 1, 2, 3, 1, 2, 3 bu şəkildə. Onun üçün birinci nə edirik? 186-nı bölürük 3-ə. 62. Yəni, qalıq 0. Qalıq 0 olmağı o deməkdir ki, yəni 1, 2, 3. Yəni, qalıq 0 olduqda elə bölənin özü. Yəni, burada bizim 186-cı şəkildəki fiqurumuzun rəngi ilə 3-cü şəklimizdəki kimi olacaq. Yəni, B və D variantı getdi. Cavab ya A-dır, ya C. Düzdür, hər ikisində durğu işarəsi üstə gəldi, amma yenə də durğu işarəsinə də baxaq. Deməli, bölmə, toplama, vurma, çıxma. Bölmə, toplama, vurma, çıxma. Neçə dənədən, neçə fiqurdan bir vurğu işarələri təkrarlanır? 4. Bunun üçün nə edirik? 186-nı bölürük 4-ə. Çünki 4 dənədən bir təkrarlanma baş verdiyinə görə. Burada yenə deyirəm, önəmli olan qalıqdır. Burada alınır 46, qalıq 2. Qalıq 2 o deməkdir ki, durğu işarəsi ikinci fiqurda, yəni 1, 2, 3, 4. Durğu işarəsi ikinci fiqurdakı kimi olacaq, yəni üstə gəlir. Zaten ikisində də üstə gəlirdi. Daha sonra bir də dedim ki, nələrə baxırıq? Bu kənardakı xətlərə. Kənardakı xətlərə niyə baxaq? Çünki o da fırlanır. Deməli, 1, 2, 3, 4, 5. Yenidən 1, 2, 3. Yəni 5 dənədən bir bu təkrarlanır. Ona görə 186-nı bölürük 5-ə. Niyə 5-ə? Çünki təkrarlanma 5-dən 1 olduğuna görə. 37 qalıq 1. Qalıq 1 nə deməkdir? Yəni bizim 186-cı
fiqurdakı şəkil birincidəki kimi. Xətt birincidəki kimi, yəni aşağıda olacaq. Ona görə düzgün cavab olacaq. İkinci testimizdə C variantı. Davam edək. Evdə 2 saatın heç biri dəqiq işləmir. Onlardan biri saat 3 dəqiqə geri, digərisi 2 saatda 2 dəqiqə qabağa gedir. Ev sahibi evdən çıxmazdan əvvəl saatların hər ikisini eyni vaxtda quraşdırdı. Qaydanda gördü ki, saatların göstəriciləri arasında 6 dəqiqə fərq var. Ev sahibi neçə saat evdə olmayıb? Baxın, biri 3 saat geri qalır, biri 3 saat, 2 saat qabağa gedir. Düzdürmü? 1 saat ərzində 3 dəqiqə geri qalır, 2 dəqiqə qabağa gedir. 1 saat ərzində, 1 saat ərzində bunlar arasında ümumidə nə qədər fərq yaranır? 3 üstə gəl 2. 1 saat ərzində 5 dəqiqə fərq yaranır. 30 dəqiqə fərq neçə saata yaranır? 30-u bölürük 5-ə. Cavab olur 6. Dördüncü testə baxırıq. Deyir, mağazaya 2 təkərli və 3 təkərli velosipedlər gətirildi. Gətirilən velosipedlərdən təkərlərinin ümumi sayı 45-dir. Mağazaya ən az sualı var. Deməli, ən az sualını sizə boş-boşuna verməyib. Necə eləyəcəyik? Mağazaya velosiped sayı ən az gətirilməyi üçün təkər sayı çox olandan, bax, belə başa salın. Məsələn, 30 təkərimiz var, düzdürmü? 30 təkər olmaq üçün, yəni bunu 2 təkərli velosiped alsam 15 velosiped alaram. 3 təkərli alsam 10 velosiped alaram. Tərs mütənasib. Yəni təkərlərin sayı artanda say azaldı. İndi bizdən velosiped sayını az istəyirsə, biz təkər sayı çox olandan istifadə edəcəyik. Yəni necə istifadə edəcəyik? 2 təkərli, bir də 3 təkərli. Bizə lazımdır ki, velosiped sayı çox olan, say az olmaq üçün çox olan daha çox olsun. Məsələn, bir ədəd götürsəm, 3 təkərli, bir ədəd götürəndə o zaman 45-dən 3 çıxdıq. Düzdür, 45-dən bir dənə 3 təkərli velosiped götürdünüz, 45-dən 3 çıxdıq, nə qaldı? 42, 42 2-yə böldü 21. Hadi velosiped sayı gör neçədən oldu? 22. İndi tərsinə düşünək. Bir dənə 2 təkərli götürdüm. 45-dən 2 çıxdım, 43 təkər. 43 3-ə tam bölünmür. Deməli, belə ola bilməz. 2 dənə 2 təkər götürək. 2 vur 2, 40. 2 vur 2, 4. 45-dən 4 çıxdım, 41. 41 yenə də 3-ə tam bölünmür. 3 dənə 2 təkər götürək. 3 vur 2, 6. 45-dən 6 təkər çıxsaq, 39. 39-u da 3-ə bölsək, 13. Deməli, doğrudan da əgər bir ədəd 3 təkər, 21 ədəd 2 təkər alsaq, day da çox olacaq. Velosiped sayı 22 olacaq. Yox. 3 ədəd 2 təkər, 13 ədəd 3 təkər alsaq, velosiped sayı 3 də gəl 13 olacaq, 16. Bu bizdən ən azı soruşduğuna görə cavab olur 16. Bir də uşaqlar nəyə diqqətsizlik edir? Bəzən burada A variantında, məsələn, 13-ün özü variantlarda olur, uşaqlar 13 götürür. Amma bu ümumi velosiped sayı soruşur. 13 ədəd 3 təkərlidir, 2 ədəd də 2 təkərlidir. 3 ədəd də 2 təkərlidir. Yəni velosipedlərin sayına diqqət etsinlər. 5-də nə deyir? Deyir, M, K, B, S, T hərfləri cədvəldə kimi kodlaşdırılmışdır. Hansına uyğun deyil? Geriyə getmə üsulu tətbiq edəsiniz, daha rahat olar sizin üçün. Nə deməkdir? Geriyə getmə üsulu. Mən yazıram. A variantını yoxlayıram. V 11, M 01, V 11, M 01, S 101. Düzdürmü? İndi variantı yoxlayaq ki, görək buna uyğundurmu? 11.01, 11.01, 101. Deməli, A uyğundur. B variantını yoxlayaq. K 110, V 11, buradan götürürəm K, V, S, 101, 101, 101, 101. Baxaq, 110, 111, 01, 101. Deməli, B də uyğundur. C variantını yoxlayaq. V 11, M 01, K 110, V 11, S 101. Düzdürmü? Deməli, yoxlasaq 11, 0, 11, 0, 1.
Sonra 110, 110'dan sonra 11.01'di ama bizdə 11.101'di. Bax 11.01'di amma bizdə 11.101'di. Yəni elə uyğun olmayan C variantıdır. Deməli D-ni də yoxlasaq düz çıxardı. Bizdən uyğun deyil soruşur. Daha sonra səhər ambardakı kömürün yarısı və əlavə 300 kiloqram kömür daşındı. Günortadan e, sonra isə qalan kömürün 3/2 hissəsi əlavə 200 kiloqram kömür daşındı. Bundan sonra ambarda 600 kiloqram kömür qaldı. Kömürün yarısı, yəni 2/1 işlənibsə, nə qədər qalıb? 2/1. Daha sonra qalan kömürün 3/2 hissəsi gedibsə nə qədər qalıb? 3/1. Burada da 600. Bu cür məsələlərdə mənim məsləhətim odur ki, geriyə getmə üsulu. Yəni nə deməkdir? Deməli 600 kiloqram qaldı, 200 kiloqram daşındı deyirsə, 600 üzərinə əlavə etdik 200. Oldu 800. Düzdür? 3/2 hissəsi daşındısa, burada nə qədər qaldı? 3/1. Biz 3/1 hissəsi 800 olan ədədi tapırıq. Bunun üçün 800-ü bölürük. 1-ə vururuq 3-ə. 2400. İndi geriyə gedirik. Yenə əlavə 300-ü üzərinə əlavə edək. 2700. Yenə kömürün yarısı 2/1 istifadə olundusa nə qədər qaldı? 2/1. Yəni 2/1 hissəsi 2700 olan ədədi tapırıq. 2700-ü bölürük 1-ə, vururuq 2-yə. Cavab olur 5400. Yəni düzgün cavab D variantı. Sonra 7-ci testə baxaq. Mağazada kassa növbəsində 33 nəfər var. Əvvəldən 20-ci adam ilə sondan 20-ci adam arasında neçə nəfər var? Deməli, ümumi 33 nəfər var. Əvvəldən 20-ci adam. Yəni, əvvəldən 20-ci adam o deməkdir ki, bu adamdan əvvəldə 19 adam var. Bir də həmin adamın özü. Düzdürmü? Sondan 20-ci adam deyirsə, ümumilikdə gəlin sizə rahat bir qayda verim. Əgər sırada 2 nəfərin adı çəkilirsə, məsələn, əvvəldən bəzi testlərdə bunları adam sayı ilə də verir də. Əvvəldən tutaq ki, Aynur, sonunda Anar bu şəkildə adda verir. Burada sıra rəqəmləri ilə də verib. Ümumilikdə ən rahat qayda nədir? Və bu qaydanı yadınızda saxlasaz. WhatsApp qrupumuzda da paylaşmışam. Demişdik ki, əgər sırada 2 nəfərin adı çəkilirsə, 2 nəfər ad çəkilirsə, siz bu qaydanı tətbiq edin. Deməli, elə bu şəkildə də yazın. Ümumi sayı tapmaq üçün əvvəl üstə gəl, axır, çıx, orta, çıx 2 bərabərdir ümumi sıradakı ümumi say. İndi gəlin baxaq. Əvvəldən 20-cidir, axırdan da 20-cidir. Ortada neçə nəfər var? Məndən soruşur. Çıx x, çıx 2, həmən bu söhbət bu 2 nəfərdən gedir, bərabərdir 33-ə. 40 çıx x, çıx 2 bərabərdir 33-ə, 38 çıx x bərabərdir 33-ə, x da bərabərdir 5. Düzgün cavabımız oldu. B variantı. Dörd nəfərin doğum günləri aşağıda qarışıq şəkildə verilmişdir. Burada yazıbdır. Məlumdur ki, Yusif və Əli fərqli ayların eyni günündə. Burada 7, 8, 8, 6. Deməli 8, 8. Yusif və Əli. Hər ikisi 8-dir. Amma bilmirəm. Biri 8 apreldir. Biri 8 iyundur. Amma hansıdır? Hələ ki bilmirik. Əli və Nazim eyni anda doğulur. Eyni ayda Əli və Nazim. Burada da eyni ay, may, aprel, iyun, aprel. Deməli, bu da apreldir, bu da apreldir. Düzdürmü? Əli, apreldirsə, deməli, Əli oldu 8 aprel, Yusuf oldu 8 iyun. Əgər Əli aprelin 8-idirsə, Nazim aprelin 6-sı olacaq. Düzdürmü? Çünki 2-dən aprel var axı. Bunu tapdıq. Nazim, Əli. Yusif də bildik ki 8 iyundur. Onda Gülay
oldu 7 may. İndi soruşur ki hansı doğrudur? Yusif 8 apreldə doğulub, Yusif 8 iyunda doğulub. Bu səhvdir. Daha sonra Gülay 7 maydır. Nazim 6 aprel doğrudur. 57 may yox, 8 apreldir. Düzgün cavabı soruşur. C variantı. 9-cu testə baxaq. Fərqli simvol fərqli ədədi əvəz edir. Məsələn, eyni smaylikdir də zaten. Bura x versən, bu da x-dir. O zaman kvadrat 2x-dir. Bura x versək, bura 2x versək, burada tənli yanılır. Baxın, 18 də daha doğrusu 12. 12 üstə gəl x bərabərdir 2x-a, x bərabərdir 12. Deməli, smaylik oldu 12. Onda kvadrat oldu 24. Düzdürmü? İndi gətirib bura 24 yazsaq, 41 çıx 24, bu da bizə verdi. 10, smaylik yox, bax bu rəhli olan 17. Deməli, bu 17-dir, bu da 12-dir. Bunların da fərqi bizə verir. 9-cu testdə A variantı. 10-cu testə baxırıq. Deməli, bizdən soruşur ki, müəyyən ardıcıllıqla düzülmüşdür. Ardıcıllığın 33-cü şəklində neçə dairə olar? Birincidə saysaq bunların hamısını 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, birincidə dairələrin sayı 11, 12, 13, 14, 15, 16, 17. Burada 17 dairə var. Burada olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Burada olacaq 33. Yəni neçə artır? 8, 8 artır. Düzdürmü? 8, 8 artır. Ağac aralıq məsələsi kimi düşünün. 33-cü şəkil, 33-cü şəkilə kimi, yəni 17, 32 ara var. 32 dəfə 32, 8 artacaq. Başa düşdünüz? Bax. Birinci fiqur 17, 25, 33, düzdürmü? Məsələn, 33 deməyim, 6-7 fiqurdan başa salım. 33, 8 artanda neçə olacaq? 41, 41, 8 artanda 49, 57. İndi biz bu 57-ni bilirsiniz necə rahat tapa bilərdik? 57-ni tapmaq üçün birinci fiqurun sayı 5-ci 1, 2, 3, 4, 5, 6, 6-cı fiqura kimi neçə ara var? 1 ara, 2 ara, 3 ara, 4 ara, 5 ara. 5 vur 8, 40, üstə gəl 18, 57. Yəni bir əskik. 33-cü şəkil istəyirsə, 33-cü şəkil istəyirsə, deməli, biz onu nə edəcəyik? Bir əskiyi ilə götürəcəyik. Bunu imtahana tərs də sala bilər. Tərs salar necə? Məsələn, sizə sualı 33-cü şəkli yox, dairə sayını verər bizə. Dairə sayını verib geriyə soruşar. Məsələn, bu məsələ üzərində quraq. Deyirəm ki, məsələ eyni olsun. Burada 33-cü şəkil demirəm. Deyirəm ki, tutaq ki, cavab tam alınsın, qoy hesablayım. Məsələn, 37 dairə var. 37 dairə. 37 dairə neçənci şəkildədir? Düzdürmü? Deməli, biz nə edəcəyik? Biz düşünəcəyik ki, birinci şəkildə neçə idi? 17. 17-nin üzərinə x dairədirsə, dairədən bir x şəkil arasında x çıx bir ara var, düzdür? Hər birdə nə qədər artır? 8. Cavab alınır 377. Tənliyi həll edərik. 377-dən 17 çıxarıq. 377 çıx 17. 360. 360-ı bölərik 8-ə. 360-ı 8-ə böləndə bu bizə verir 45. Amma x çıx 1,45-dir. Deməli, onda burada 46-cı şəkildə olan dairə sayı olacaq 377. Necə tapdıq? Doğrudan da 17-nin üzərinə 45 vur 8 gəlsək 377. Yəni, bir əskik variantda 45-in özünü 46, 47 varianta qoya bilər. Yox, sizə belə çətin gəldisə, burada variantları da yoxlayıb həll edə bilərsiniz. Daha sonra qanun uyğunluğu müəyyən edin deyir.
Deməli, birinci bu mötərizəyə baxırıq. Bura yazırıq 24, bura yazırıq 18. Yəni 24 üstəgəl 18, 42 bölü 3, 14. İndi bu hissənin cavabı alındı 14. İndi bu şəkildə baxırıq. 14, 5. Yəni üçbucağın sağı və solu olur 14 və 5. 4 vurulsun, 14 çıx 5. Yəni 4 vur 9. Bu da bizə verir 11-ci testdə. A variantı 36 və 12-ci test. Aşağıdakı fiqur 8 rəqəmli ədədin ilk və son rəqəmi göstərilib. Bu ədədin istənilən 3 qonşu rəqəminin cəmi 21 olarsa, bütün rəqəmlərin cəmi neçə olar? 9-un bu şəkildə yazsam, 9AB. Biz bilirik ki, 3 dənədən biri bu təkrarlanacaq. Nəyə görə? Çünki deyir ki, bu ədədin istənilən 3 qonşu rəqəminin cəmi 21-dir. Axı toplananların yerini dəyişikdə cəm dəyişmir. 9AB, AB 9, B 9A, 9AB, 9AB. Başa düşdünüz? AB 9, B 9A, 9AB, AB 9. Burada da olacaq A. Deməli, A zaten bizdə 8-dir. 3 dənədən bir təkrarlansa. A 8-dir. O zaman biz də dedik, axı özü deyir. 9A üstə gəl B 21-dir. O zaman A üstə gəl B 21 çıx 9, 12-dirsə, A da 8-dir. B-yə qalır 4. Düzdür? Ya da ki, lap işimizi asanlaşdırarıq. Bu 3'ü 21, bu 3'ü də 21. A-nı da tapdıq, zaten 8. 9 üstə gəl 8, 17. Toplasaq 21, 21, 48 üstə gəl 17. Cavab oldu D variantı. Bu şəkildə yaza bilərdik. Birinci testimizin izahı bitdi. İndi bunu YouTube'a yükləyib. Keçirəm ikinci testin izahına. Uğurlar uşaqlar. Növbəti testlərdə görüşərik.